şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. İndi isə Azərbaycan Respublikasının dövlət himni səslənir. Cəsur döyüşçü Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Deməli, dövlət tərəfindən onun igidliyi, qəhrəmanlığı qiymətləndirilmişdir. Xüsusilə Suqovuşan döyüşlərində fədakarlıqla vuruşmuşdur və 10 oktyabrda 2020-ci ildə təbii ki, oktyabr ayının 10-unda qəhrəmancasına şəhid olmuşdur və oktyabr ayının 11-də Ağalikənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Allah şəhidimizə və şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Mən elə ilk əvvəl şəhidimizin atası ədalət üçün dəvət ediləm. Buyursun, qonaqlarına da xoş gəldin desin, şəhidimiz haqqında öz təəssüratları bölüşsün. Qonaqlar da xoş gəlin. Allah kömürlər olsun. Allah şəhidimizə, bütün şəhidlər Allah rəhmət eləsin. Uşağım da fəxr edirəm, mən özüm də fəxr edirəm. Uşağım şəhid olub, vətən yox. Belə bir söz də var, deyir, şəhidlərin qanı torpağa axmır, şəhidlərin qanı xalqın damarına axır. Və şəhid ataları, şəhid anaları var. O cümlədən Sural Bağımızın 10 timsalında 10 Çin yoldaşlarının zəmnəti şəhidləri yerin cənnəti eyləsin. Yerdə qalan asanlasında can sağlığı versin. Öndə olan bizim dini təşkillərimiz, biz sizə Allah qorusun, düşmən gülləsindən qorusun. Bir də Allah olan yerin cənnəti eyləsin. Sizlərə də mənim çox sağ olun. Sürat bağımızın yolculuğunun artışına şəbir edilən Allah şəhidlərimizə, sürəcin qazilərinə, konservələ qavət edilən sağ olun. Allah kömək olsun. Cəm şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə Allah səbir etsin. Şəhid valideynlərinə doğum günü. Allah onun cənnətdəki məqamını eləsin. Allah yaxınlarına səbir versin, atasına, anasına səbir gözünü versin. Allah dövlətimizi qorusun, millətimizi qorusun. Allah da yaxşı insanları qorusun. Sağ olun, var olun.
Bismillahirrahmanirrahim. Burada bugün bizim can bulmamızın sanatkarı Sirac kardeşimizdir. Onun mevlüdüne görüşmüşük. Burada şahit anaları var, şahit ataları var. Hamısını salamlayıram. Allah onlara sağlık versin. Allah onlara can sağlığı versin. Allah bu birliği bizden almasın. Bugün şahit var, şahit anaları da bu meclise taşıyıp buyururlar. Şahit ataları da. Allah Sirac kardeşimizi de İmam Hüseyin'den ayrı salmasın. Allah sizlerden kırmak olsun. Allah gazilerimize de can sağlığı versin. Mübarek olsun. Şerif valideyim. Surat bağlamızın mövcudunu müsaadesi, Allah sen şehitlerimizin rahmet, gazilerimize can sağlığı, Allah ordumuzu korusun, Allah sizinle kömür olsun. Abi sağolun. Bugün şehit balamızın cəmiyyətdəki mövlud gününe görüşmüşük. Hər bir şəhər rəfahası və burada olan qonaqları hər birini salamlayıram. Hoş şəriflər, bu məclisə, ziyarətimdə. Allah hamımızın canını sağ eləsin, Allah şəhidlərimizin rəhmət versin, qazilərimizin canını sağlamasın. Allah bizdən bizi qoruyan əsgər zabitlərimiz bu üstü günlərdə bizi qoruyurlar. Allah onları korusun, Azərbaycanımızı qoruyurlar və bizləri qoruyurlar. Hər birinə can sağlığı verir. Şəhər və kanalarına səbir verir. Allah ordumuzu qorusun, Azərbaycan qorusun. Siz də sağ olun, bizi çəkib işıqlandırırsınız. Burada mübarizələr cəmiyyətində bizim bu məclisdə iştirakçıları onları salamlayıram. Yəni ki, onların çıxışları olacaq. Sağ olun, teşekkür ederim. Məşənləri cənnət, ruhları şad olsun. Bu günlərin şəhid balamızın mövlüdü mübarək olsun. Allah qazilərimizə can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah ordumuzu qorusun. Allah əskər və zabitlərimiz var, onları qorusun. Sizlər də sağ olun, çəkəz işıqlar qorusun. Allah canımıza deyilsin. Sağ olun, var olun. Allah rəhmət edin, bütün şəhidlərə Allah rəhmət edəsin. Allah'ın anılarına səbir versin. Allah bütün şəhidlərimizə rəhmət edin. Atalarının analarına səbir versin. Şehitlerimize rahmet eylesin. Allah rahmet eylesin. Çox hörmətli, dəyərli, başımızın tacı olan şəhid valideynləri. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Və biz də milli qəhrəmanın adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi və Respublika üzrə bütün üzvləri adından bugün şəhid valideynlərini burada başsağlığı veririk. Allah rəhmət eləsin bir daha şəhidlərimizi. Allah qazilərimizə can sağlığı versin. Allah dövlətimizi və dövlətçiliyimizi qorusun. Və biz həmişəki kimi tədbirlərdə gücümüz çatan qədər iştirak edirik. Əlbəttə, dövlətimiz şəhidlərlə bağlı bir çox işlər görübdür, bu göz qabağındadır. Amma biz də bir ictimai birlik olaraq, bir cəmiyyət olaraq həmişə bu işdə dövlətimizə dəstəyik. Allah dövlətimizi qorusun. Bugünkü günlərdə də görürsünüz, Şuşada böyük bir tədbirlər keçirilir. Möhtərəm prezidentimizin orada gözəl bir kəlamı oldu ki, biz qələbiyə qədər vuruşduq və müharibəni dayandırdıq. Və bu günlərdə görsən elə mübarizə aparır. Özü bu şəhidlərin simasında, onların göstərdiyi qəhrəmanlıq sayəsində Azərbaycan bu günləri xaricdə, xarici dövlətlər arasında öz sözünü deyir və ona qadirdir. Ruhları şad olsun. Və mən bura şəhid balamızın anasını və atasını, Ədalət qardaşımızı dəvət edirəm. Bizim cəmiyyətimizin fəxri diplomu var. O diplom bütün şəhid valideynlərinə layiqdir və Qəhrəman Mübariz İbrahimov adını yaşadan cəmiyyətin Respublika üzrə təsisçinin müavini və onun nəzdində olan Türkün fəxri qəsdinin
Qızıl Qələm mükafatı laureatıyam. Allah bir daha cəmi şəhidlərimizi rəhmət etsin. Və icazə versəydiniz, Ədalət qardaş, şəhid anamıza biz fəxri diplomu təqdim edərdik. Allah rəhmət eləsin şəhidlərimizə. Benim balama mövlud verir. Allah bütün şəhid ballarımızın ruhu şad eləsin. Allah analarımıza, atalarımıza səbir versin. Hoş gəliblər. Bugün benim balamın en əziz günüdür. Özü olmasa da onun bugün mövlududur. 25 yaşı tamam olur. Ben onu təbrik edirəm. Aman qurban. 25 yaşı mübarək. Allah bütün şəhidlərimizin ruhu şad, məqamını eylesin. Allah bütün atalarımıza, analarımıza səbir, dözüm versin. Qalan balalarının xeyri görsün. Allah bütün ordumuzu qorusun, dövlətimizi qorusun. Allah sizi də var eləsin. Yaxşı ki varsınız.